sizi bu adam yatır. Siz biraz istirahat edin. İnşallah düşerik. Çörek yerik. İnşallah çörek yedikten sonra yeniden danışalım. Yani vallahi sözlerin en güzeli Allah Subhanahu Teala'ya davet. Allah Subhanahu Teala Fussilet suresinde buyurur. İnsanları Allah'a taraf çağıran, Allah'a taraf sesleyen ve ben Müslümanlardanım, yani Allah'a teslim olanlardanım diyen, kessen güzel danışan kim olabilir? Vallahi harada olursanız olun, harada kalırsanız kalın, bilin ki mütlak şekilde dünyamızı değişecek. Ben bunu bir defa pandemiyada bir de hele kısaca bir daha söhbət edeyim. Pandemiyada demek kardeşler, pandemiyada bir nefer bana yakınlaştı. Dedi ki seninle görüşmek istedim. Fitre zekatım var. Bana paylayarsan. Ben dedim, dedi 14 pay fitre zekatı var. 14 pay. Dedim ya 14 pay fitre zekatın paylamak ne var? Benim özümün təxmini təbirimle götürsem fikirləşirəm 14 tane sumkadır. Yani 14 tane eve verdim son. Dedim boş üstə. Dedi onda ben ne vaxt gəlim görüşək? Ben gazelle maşınla geleceğim. Dedim ne vaxt istəyirsən? Neyse gün təyin elədik, bir de gördüm gazelle geldi. Gazelin arkasına açıq ki qardaş. Gazel ağzına kimi dolu. Bu 14 pay ne qəst edir? Bir çox kartoşka, soğan, 5 kilo dana eti, 3 kilo kuzu, 4 tane ne bileyim ben toyuq, üstünde tort, demir qablarda ne bileyim ben, adam bakır özü de deyir, geleməyə də zəkat düşənlərdən. Az da qalır deyəsən, geleməyə də zəkat düşür. Birisi belə dəhşət bir şeydi vallahi, demir qablarda piçeniklər. Böyle möhtəşəm bir şeydir, yani uşaqlar üçün hədiyələr, uşaqlar üçün konfetlər. Ne bileyim o Snickers, o Twix, hamısı beləncə kiloluq kloklarda ağzı bağlı, o Twix, beləncə. Neyse dəhşətə gəlmişəm bu hədiyədən, kimin evdə aparam, hamısı dəli olur, hamısı bəyəndir. Belə şey görməyim baxı, bu boyda yardım, neyse elhamdülillah. Onun ikisini apardım, payladım, ikisi qaldı. Sərçin də ikisini payladım. Bu qardaş da neyle gəlib, Qazirdən əlavə. Ria Io var, Mitsubishi Io var, Pajero Io, balaca. 6-7 binlik maşındır. Vallahi onunla gəzir. Bak vallahi billahi tallahi onunla gəzir. Əyni başı da sade insandır. Neyse dedim indi yağın elhamdülillah kimse indi yağın dövlətdə yani adamlardan birinde verip ki payla. Neyse payladık beləsinə. Sərçin o 2 dənə də videosunu çəkdim attım ki verdim. Təşəkkürlər də çox sağ ol Allah razı olsun. Ben de deyirəm yağın bununla mənim aramda kimsə var da, yani arayıcı var. Neyse elhamdülillah növbəti il yenə də yönətdik, apardıq, payladıq. Bir dəfə də mənə qayıtdı dedi ki, Zavur sənin bir balaca bir xahişim olacaq. Yerinə yetirə bilərsən, dedim ki inşallah bacardığım qədər. Natiq dadı, deyim mən boş üstə natiqəm, problem yox. Qayıtdı ki, bəs mənim oğlum dünyasını dəyişməlidir. Oğlum dünyasını dəyişəcək. İstəyirəm ki, sən onun cənazə namazını qılasın. Dəhşət içində qayıtmışam buna ki, ay Natiq əmin, necə yəni oğlum dünyasını dəyişəcək? Yəni, insan axı təfəkkürü, yəni insanın ağlı öyrəşməyib belə şey ki, belə bir şey eşitəsən, insan sənə desin ki, mənim oğlum dünyasını dəyişəcək, onun cənazəsini sən qılarsın. Yəni, belə sakit şəkildə elə deyir ki, elə adi bir hal kimi. Qayıtdım ki, Natiq əmin, sən İstəyirsən mən müraciət edeyim qardaşlara, sən nədirsə bu oğlunun müalicəsi üçün biz pul yığaq, köməklik eləyək, inşallah yəni oğlun müalicə olsun da, yəni o qədər elanlar yığır. Qayıtdı ki, oğul, mənim evladlarımın müalicəsi ulduzda olsa, mən ulduza da gedərəm, aya da gedərəm. Yəni mənim imkanım yaxşıdır. Mənim illik zəkatım bu qədərdir məsələn. İllik mənim zəkatım mən neysə də dollardır. Belə bir zəkat çıxardıram mən illik. Mənim o evladlarımın xəstəliyi genetik xəstəlikdir. Neysə vaxt vədə keçdi, üstündən bir 6-7 ay keçdi. Yay ayında mənə çağırdı, gəldi, dedi ki, gətir maşını saxla filan məsciddə, oradan səni götürəcəklər. Neysə də elhamdülillah dediyi kimi saxladım orada, götürdülər, apardılar. Və getdim orada, yəni müəyyən qurumlardan cəmaatı gördüm. Əli Əsədov müəllim də oradaydı. Hətta Qənirə Paşayeva, Allah rəhmət eləsin. Hətta qadınlardan Qənirə Paşayeva, nə bilim mən nazir müavinləri, nazirlər,
Yəni Əli Əsədov özü prezidentin sinif yoldaşı olub da, yəni indi spikerdir də əslində, baş meri. Yəni nəysə də bir çox münazirələr, Vahid Mustafayev sonra Qubada, Vahid Mustafayev nədir o? Mustafayev yox Vahid Əliyev nədir o Qubadan? Vahid Əhmədov. O özü mədajı çağırdı qırağa. Nəysə orada xütbə cənazəni mən qılırdım. Vallahi bu nazirliyində bir şey, adı bu nazirliyində bir cəsəd idi. Nətər arıqlamışdı o uşaq? 16 yaşında. Nam nazik bir kəfən idi. Vallahi elə bil ki bir taxta parçasıdır. Yəni heç insana bənzəmir. Yəni o qədər arıq insan, nə bilim, genetik xəstə olub da. Elhamdülillah gətirdilər, qoydular. Mən artıq o cənazəni görəndə artıq özümü belə tamiz itirdim. Nəsə xütbə verdim. Artıq özümü də saxlaya bilmirdim. Belə biraz təsirli bir məqam idi, təsirli bir yer idi. İnsanın təsəvvürləyin ki, həyatına getmişsən, 3 mərtəbə villadır, belə açılıb, qabaq hamısı, elə bir ki, sütunsuz bir şey kimi qabaq bütün açılıb, cam balkon da nədir bilmirəm də indi. Təsəvvürlə o şeyin üstü örtülüb, xüsusi bir örtüklə, baseynin üstü, hamısı camaat durub üstündə və belə xütbə deyirəm, görəm ki, anasıdır, qohum ağrıbəli qadınlardır, ağlayırlar, nəsə bir tərəfdə kişilər. Nəsə orada xütbə içərisində Allah Subhanahu taalanın belə bir ayəsini işlətdim. Eynəmə təkunu yudrikkumul mevt və ləv kuntum fi burucin müşəyyədə. Harada olursanız olun, mütləq ölümü dadacaqsınız. Hətta alınmaz, sarsılmaz, qorunan qalalarda qorunsanız da belə. Bu yəni bu müəllimlərdən birini tutub bu söz. Deyirəm, harada olursanız olun, hətta qorunsuz da belə, müdafiə olunsuz da belə. Yəni sizi teleqranatiller qoruyur. İndi bunların özünün fikirləşdiyi təfəkkürü deyirəm də. Yəni fikirləşirək ki, sən buna söz atırsan. Ki, yəni səni teleqranatiller qorusa da, bağınla qorusan da, uca hasarlar da tiksən, Allah ayədə elə deyir də, hətta uca sarsılmaz qalalarda qorunsanız da belə, mütləq ölümü dadacaqsın. Bu söz tutub bunu. Getdik, nəsə dəfn elədik. Dəfn zamanı ibrətlərdən biri. O ağ daş var ha, yəni belə Abilisovka daşı. Abilisovka eləyirlər ha, Aqalay. Qardaşın 3 evladı var, ondan biri əlhamdə sağlamdır. Oğlanlarından biri sağlamdır. 2 dənə evladı genetik xəstəlikdən dünyasını dəyişib. Bundan qabaqki evladının baş daşı həmin o kubik daşından idi. Yazılmışdı filankəs oğlu, doğum tarixi, ölüm tarixi. Həmin insan vallahi orada, vallahi qəbir sahibinə fayda versəydi, brilliant qaşlarla qızıldan daş qoya bilərdi. Brilliant qaşlarla qızıldan daş qoyardı. Amma Allah'a həmd olsun, beləsinə insanlar var. Gözən, Allah Subhanahu taala bilmirsən də, Allah Subhanahu taala harda necə insanlara hidayət verib. Nəsə, o axranlardan biri, o kostyumdakılar yaxınlaşdılar ki, bəs sənin filankəs müəllim görmək istəyir. Dedim, problem yoxdur. Öz-özümə deyirəm, görəsən, yağın xoşuna gəlib, yağın mənə nəsə iş zat verəcək. Ya. Dedim, məfsə da, yəni, elhamdülillah, yəni, yaxşım gətirib. Çağırdı, yəni, belə, dedi ki, sən bayaq orada bir ayə işlətdin. Harada olursan ol, sarsılmaz, alınmaz qalalarda qorunsan da öləcəksən. Haradan oxudun o ayəni? Görüm, Allah eləncə ayəsi var mı? Mən dedim, əlbəttə, deyə Allah Subhanahu bu ayədə deyir. Açdılar, oxudular, qayıdıb elə bir ki, insan elə bir ki, vallahi, bütün təkəbbürü ilə, bütün zəhmi ilə, bütün o böyüklüyü ilə sanki sındı. Qayıdıb mən belə deyir, bu Allahın kitabı deyir, elə bir kitabdır ki, hər kəsin halına uyğun danışıq var. Təkəbbürlüyə Allah Subhanahu ayədə deyir, bəlkə deyir, yerləri, göyləri o yaradır, bizim xəbərimiz yoxdur, təkəbbürlülər üçün deyir Allah ayədə. Allah Subhanahu ayədə deyir, bəlkə deyir, yerləri, göyləri o yaradır, bizim xəbərimiz yoxdur. Əm xuluqus səmavati vəl ard sualla. Həqiqətən, o bütün zəhmi ilə kişi sındı, oldu səsi nazik, həlim. Gör, Allahın kitabında hər kəsin özünə uyğun danışığı var. Hər kəsə Allah Subhanahu taala Quran-ı Kərimdə hüccət çatdırıb, varlıya da, kasıba da.
Zülm görənə də, yaxşı yaşayana da. Qadına da, kişisinə. Ona görə ayəni təkrarlayayım. Eynə mən təkunun yudrikumul mevt. Harada oluruqsa olar, mütləq ölümü dadacaq. وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ nə qədər qorunuruqsa qorunaq. Xəstəliklərdən nə qədər müalicə oluruqsa olaq. Həmin xəstəlikdən müalicə tapacaq, lakin bir gün yenə də axırımız gələcək, sonumuz gələcək. O torpağın altına bizdən qabaq dünyada hökmranlıq eləyən, dünyada şahlıq eləyən, dünyada öz gücünü, qüvvəsini nümayiş elətdirən, neyse her şeyden üstünəm deyən çox insanları yiyib. Çox insanları yiyib. Ona görə insan sənin üçün bu günlərim Allah Subhanahu hüccətidir. Ayələr oxunur. Qurandan dəlillər gətirilir. Nə dəxlisi var, kim gətirir? Saqqallı deyir və yaxud da saqqalsız deyir. Yəni insan əsas odur ki Allah Subhanahu kitabından deyir. Kimliyindən asıl olmuyor. Düzdür, Allah Subhanahu yani imanı sevdiğine verir. Elhamdülillah. Allah Subhanahu Kur'an-ı Kerim'de buyurur ki eğer biz deyir onlar için səhradan çaylar akıtsaq, evlerin direklerini deyir qızıldan etsək, göydən deyir kitap halında nazil etsək və onlar ona əllə toxunsalar, onlar o vaxtki müşriklər deyirdilər. Deyirlər ki, kitap halında, niye kitap halında nazil olmuyor? Biz de elimizden toplardıq. Yani Allah'tan birbaşa. Ve deyir, eğer melekler onlarla bir el verip görüşse, la yu'minu ehadukum illa maşallah. Ya onsuz da deyir, iman getirmezler. Allah istemiyor. Lakin her bir halda ağıllı insan. Ağıllı insan, Kur'an Allah Subhanahu necə ki ayədə buyurur, "Əfələ yetədəbbərunəl Qur'an." Məgər onlar Kur'an üzerinde düşünmürlər mi? Eğer bu Kur'an Allah'tan gerisinden olsaydı levecadu ihtilafen kethira. Bu Kur'an'da mütlak siz birbirine muhalif olan şeyler tapardınız. Yani bu Kur'an ayetleri birbirine muhalif olardı, zıt olardı. Lakin Kur'an Allah'tandır. Ona göre bu Kur'an ayetleriyle biz ibretlenmeliyiz. Bu Kur'an ayetleriyle biz hidayet olmalıyız. Bu Kur'an ayetleriyle bugünkü güne kimi yaşadığımız hayatımızı Kur'an ayetlerine uygun, Kur'an ayetlerinin tələbi kimi, İslam'ın tələbi kimi yaşamalıyıq. İnşallah biraz istirahat edin Allah'ınızla indi saxlayaraq bir yerde düşərik biraz çaydan çörəkdən yiyib içərik. İndi yağın ki bir qədər sonra. Sonra inşallah yenə də danışarıq.